Aha, deməli bu gün müzakirə edirik Unit 1, Lesson 5. The Dolphin. Qulaq astınız mətn uşaqlar YouTube-dan. Səsim gəlir sizə uşaqlar. Səs, görüntü problem yoxdur. Hayır. Qulaq asa bildiniz mətnin səslənməsinə göndərmişdim səhv eləmirəmsə. YouTube linki var idi. İndi müzakirə eləyə başlayaq. Deməli nə iş görəcəyik? Eyni rəng olacaq. Bu da yaxşı alınmır. Qoy olsun belə. Before you read. Deməli nə iş görəcəyik? Oxumazdan əvvəl yenə öz təəssüratlarımızı bölüşəcəyik. Look at the picture. Şəklə baxın. Read the sentences. Cümlələri oxuyun. Check bilirik də, işarə etməkdən gedir söhbət. True, false or no. Yəni, doğrudur, yanlışdır, bilmirəm. Yəni, məlumatım yoxdur o haqda. Biraz yaxınlaşdırım, yaxşı görək. Birinci sualımız necə olacaq? Dolphins are mammals. Is it true, false or no? Which one of these? Hansı doğrudur? Doğrudur, yanlışdır, bilmirəm. Nəyə götürmüşəm? Doğrudur. That's true. Okay. Dolphins live in water. True, True, false, or no? True, yes. Burada The üç third de doğrudur. one, dolphins can swim very well. Exactly true, yes. Sənan, ya Aliyə? Aylin də ola bilər. Hansını istəyirsinizsə oxuyun, digərinizdə tərcümə edin, zəhmət olmasa. Araş oxusun da. Yox, sən Allah. Onu dəvət eləməm. Araş Azərbaycan sayaq oxuyacaq. Mənim adımı kim seçdi? İstəyirsiniz oxuya bilərəm, niyə problem yox. Yo. Mən qulaqlarımı o cürə səslərlə feyziyə bilmək istəmirəm. Oxuyun. O qədər qulaqlarınızdan bezmişsiniz oxuyar. Yox. Tərcümə edeyim kimsə oxusun. Sən oxu, Aliyə də Biraz tərcümə eləsin. biraz Aylin də yaxın tərcümə eləyə göstərək. bilər. Ya istəyirsiniz ki, hissəyə bölün. Baxın da görün nə işləyirsiniz. Başlayayım. Zəhmət olmasın. Can dolphins talk? Maybe they can't talk with words, but they talk with sounds. They show their feelings with sounds. Dolphins travel in a group. We'll call a group of fish a school. They don't study, but they travel together. Dolphins are mammals, not fish, but they swim together in a school. Burada məktəb sözü nə vermiş? Dolphins talk to Dolphins talk to the other dolphins in the school. They give information. They tell when they are happy or sad or afraid. They say welcome when a dolphin comes back to the school. They talk when they play. They make a few sounds above water. They make many more sounds underwater. People cannot hear these sounds because the sounds are very, very Hi. scientists and very Hi. scientists make tapes of the sounds and study them. Sometimes people catch dolphins for a large aquarium. Bu şey de okuyayım. An aquarium is a zoo for fish. People can water the dolphins in a show. Dolphins don't like to be away from their school in an aquarium. They are sad and lonely. There are many stories about dolphins. They help people. Sometimes they save somebody's life. Dolphins' meat is good, but people don't like to kill them. They say that dolphins bring good luck. Many people believe this. Yes. Thanks a lot. Təşəkkür. Tərcümə edeyim. Azərbaycan, please. Aha, tərcümə eləyək. Bəli. Delfinlər danışa bilirlərmi? Bəlkə onlar sözlərlə danışa bilmirlər, amma səslərlə danışırlar. Onlar hisslərini səslərlə ifadə edirlər. Delfinlər qrup halında hərəkət edirlər. Balıqlar qrupuna skol, yəni sürü deyilir. Onlar dərs oxumurlar, birlikdə üzürlər. Delfinlər balıq deyil, məməlidirlər, amma onlar da sürü halında üzürlər.
Delfinlər sürüdəki digər delfinlərlə danışırlar. Onlar bir-birinə məlumat verirlər. Xoşbəxt, kədərli və ya qorxduqları zaman bunu bildirirlər. Sürüdən ayrılmış delfin geri qayıdanda ona xoş gəldin deyirlər. Onlar oyun oynayanda da danışırlar. Onlar suyun üstündə az səs çıxarırlar. Suyun altında isə daha çox səs çıxarırlar. İnsanlar bu səsləri eşidə bilmirlər. Çünki bu səslər çox yüksək tezliklidir. Alimlər bu səsləri lentə alır və onları öyrənirlər. Bəzən insanlar delfinləri böyük akvariumlara aparırlar. Akvarium balıqlar üçün zoopark kimidir. İnsanlar delfin şousuna baxırlar. Delfinlər akvariumda sürülərindən uzaq qalmağı sevmirlər. Onlar kədərli və tənha olurlar. Delfinlər haqqında çoxlu hekayələr var. Onlar insanlara kömək edirlər. Bəzən kiminsə həyatını xilas edirlər. Delfin əti dadlıdır. Amma insanlar onları öldürməyi sevmirlər. Deyirlər ki, delfinlər uğur gətirir. Bir çox insan buna inanır. Allah, təşəkkür. Deməli, burada bir hissəyə zəhmət olmasa nəzər yetirin uşaqlar. Burada görürsünüz group sözüdür. Bunun sinonimini bu şəkildə verəcək. Three or more people or animals. Qrup nə deməkdir? 3 və 3-dən çox olan insan və yaxud da heyvan qruplaşması, yəni dəstəsi. Yəni qrup sözün sinonimini burada bizə lazım olacaq. Sonra burada tüm təriflərlə yazılmış sözlər var. Bunlarda new words kimi qeyd edə biləcəyik. Sonra lonely sözüdür. Save sözü saxlamaqda var, xilas etməkdə var. Luck sözü uğurdu, believe inanmaq, travel səyahət eləmək, feelings hisslər, show nümayiş, show da deyə bilərsiniz, heç bir problemi yoxdur. Sound səslər, together birlikdə. Scientists, alimlər mənasındadır. Başqa yəni məncə nəzərimdən qaçan söz olmadı. Ümumiyyətlə burada bir hissəyə diqqət elədinizmi ki, onlar deyir məməlilər sinifinə aiddir, lakin balıq deyil. Bax bu hissə sizə kontekstdəki tapşırıqları işləyəndə lazım olacaq. Çünki səbəbi də nədir? Bunların balaları diri şəkildə dünyaya gəlir və onların qidalanması prosesi məhz birbaşa özləri südlə onları qidalandırır. Ona görə bunları balıq yox da məməlilər sinifinə aid edirlər. Bir də orada school məsələsi var idi. School'u burada dəstə sürü şəklində tərcümə elədik. Yəni bir neçə 3-dən sayı çox olan delfinlər qruplaşırsa, bu artıq sürü şəklinə, yəni məktəb kimi baxırlar ona, amma onlar orada təhsil almırlar. Sadəcə birlikdə hərəkət edirlər deyilir. Ümumiyyətlə arada bəlgesəl falan verirlər. İndi bilmirəm, televizora baxmağa vaxtım olmur. Bəlgesəl verirlər, vermirlər. Əvvəllər maraqlı çəkilişlər olurdu. Araşdırırdılar yeraltı, suyun altında olan canlıları falan. İndi bilməm, var yoxsa yox. Aha. Deməli, birinci tapşırığımız nə ilə bağlıdır? Vocabulary deyirik. Sırf kontekstin özünə aid olan boşluqları tapacaq. Yəni burada kənara çıxan hər hansısa bir cümlə olmayacaq. Sırf mətndə nə oxumuşduqsa, yadda qalan sözləri burada tətbiq edəcək. İndi hissə baxaq görək. Nə iş görürük? Baxaq. Dolphins in a... Nə yazmısınız bura? Travel birinciyə, ikinci boşluğa da qrup. In a group, yes. Dolphins travel in a group, okay. Then the second one, ikinci. Sometimes say. Save. Save somebody's life, yes. The third one, can. Dolphins. Can dolphins talk, yes. What about the fourth? Dördüncü nəməli? They are sad and lonely. Yes. The fifth one, beşinci. They. Show. They show
Their Feelings. Yes. Their feelings with sounds. Okay. The sixth one. Make tapes of their sounds and study them. Who can Scientists. Yes. Alimler. Alimler dedik ha. Səslərini yazır. Ümumiyyətlə, insan qulağı da, gözü də müəyyən yerə qədər səsləri görür, müəyyən cisimləri, səsləri eşidir, müəyyən cisimləri görür. Yəni, bəzi heyvanların ümumiyyətlə səsləri bizim qulağımızın qəbul edə bilməyəcəyi qədər ya çox zəifdir, ya da çox güclüdür. Ona görə də məcbur qalırlar, onların səsini xüsusi cihazlara qeyd eləsinlər. Sonra da həmin səsləri artıq müəyyən şəraitlərdə öyrənsinlər. The seventh one, many people Believe. these. Yes, believe. Ailənin səsi çıxmır. Ailə nə yaman sakitdir bu gün. The eighth, they don't study, but they travel. Araş bəlkə join-us eləyəsən bizə, qoşulasan. Hanı Araş? Qoşulmasa da. Səssiz kadr oynayırıq bu gün Araşla. They don't study, but they travel. Onlar deyir, nəsə öyrənmirlər, ancaq birlikdə səyahət edirlər. Together sözü hanı? Burada. Deyib. Maybe they can't talk with sounds, but they talk with Sounds. Sözlərlə danışmırlar, səslərlə danışırlar. So. The last, sonuncu. They say dolphins bring good Luck. Yes. Məncə buradan bir dənə söz artıq qaldı, yoxsa yox, o biri tapşıqda qalacaq, hə. Burada hamısı yerləşdi, çox gözəl. Bu tipli tapşıqlarda nə işləyirdik? New context deyirik biz buna. Yuxarıda öyrəndiyimiz Delfin mətnindəki bütün bu yeni sözlər başqa cümlələrə tətbiq olunacaq. Ola bilər ki, bir sözümüz hətta artıq da qala bilər. İndi hissəsiz oxuyaq, müzakirə eləyək. Them is a mammal, but it lives in the sea. Məməlidirlər, ancaq dənizdə yaşayırlar. Buna nə götürmüsünüz? Dolphins, yes. The second, many students at a large university feel they don't have many friends. Bəli. Əksər tələbələr özlərini universitetdə, böyük universitetlərdə xüsusilə də tənha hiss edirlər. Səbəb isə nədir? Orada yeni dostları olmaması. They don't have many friends. Çox dostların olmaması. The third one. Do you like to? Deməli, different countries. Digər ölkələrə nə etmək olar? Səyahət etmək olar da, təbii ki, düzdür. Travel verəcək bura. The fourth, dördüncüdən. Bəli. Please me your picture. Show. Please show me. Show ilə versək olacaq da, hə. Gəlin bura bir dənə show yazaq. Children like to play in the snow. To play, nə oynamaq? Together. To play together in the snow. Bəli, birlikdə. Together sözünü çünki başqa yerə yaza bilməyəcək. Sonra, the sixth, altıncı. There is a Omani student in our class. Group. There is a group of Omani students in our class. Grup sözlərdə də buradadır, bəli. The seventh, yedinci. Is it true? Do you eat? Deyir, bu doğrudur. İnanırsan mı deyə bilərik də, düzdür bura? Olur. The eighth, səkkizinci. Study animals and many other things. Heyvanlara qədər başqa şeylər öyrənirlər. Təbii ki, alimlər olacaq bu. She happy today because it's warm outside. She feels, bəli. Bu 9.
You must don't spend it on a new car. Yeni maşını xərcləməli deyilsən, maşını pulun deyil, yığ, puluna qənaət elə. Bax, burada save sözü var. Bayaq sizə xilas etmək, yığmaq, toplamaq, yadda saxlamaq. Bax, save sözünün bu mənası da var. Save money. Pul yığmaq. Sonra, it's difficult to pronounce some English Sounds. Yes. Stories sözü dənə qalır. Stories sözü artıq qalacaq, çünki hər hansısa bir məqamı istifadə eləyə bilmədik, yeri düşmədi. Mehdizadə, buradasan qızım. Mehdizadə xanım, niyə səsi gəlmir? Mən bu gün eşitməmişəm onu. Müəllimə dərsdədir. Hə. Çıxart da nə səs səndə? Mehdizadə, bunu səndən davam eləyək qızım. Vocabulary review. Deməli, indiyə qədər nə qədər söz keçmişiksə, bunların hamısını burada cədvəldə yazmalıydıq. Düzdür? Birinci tərəfin tələbi nədir qızım? Burada nə iş görəcəm, burada nə iş görəcəm? Heyvanların bədən ait hissələr yazısı. Bir də person's body. İnsanların bədən ait hissələr. Bəli. Və burada diqqət edirsinizsə, bir qeyd var. Some words go in both groups. Bu necə tərcümə eləyəlim? Bəzi sözlər İki qrupa da ait. Ay, sağ ol. Ailənin yəqin yenə orada balacalar rehin altına alıb. Uşaqlar yanındadır yenə. Hiss elədim elə. Yaxşı, gözəl. De görüm, animal's body. Deməli, harada animal's body olsa yanına ey hərfi yazaram. Ya da istəyirsiniz eyni yerdən yazaq. Qoy bir dəqiqə görüm, bu cədvəli mən bir dənə copy paste eləyə bilirəm. Bir dəqiqə, nəsə iş görəcəm. Onsuz bu kitabın məndən qaçış yolu yoxdur. Hər dəfə nəsə eləyirik. Bu cübburların dərsidir bu heç. Bir dəqiqə. Stavit. Bölmədi. Eyb yox. İndi mən cədvəl çəkəcəm buradan. Səbirli olun. Şrifti özüm çox böyütmürəm ki, narahat eləməsin sizi. Konstruksiya, vstavka, tablası stranisi. Yox. Belə daha səlqəli görünür məncə. Deməli, sözlərimiz buradaydı. Bu da bizim cədvəlimiz. Bir dəqiqə. Görüm hansı sözlərdir burada. Məncə sözlərin hamısı düşməyib. Bir dəqiqə. Tezdən anlatım sözləri bura. Burada question, bu niyə belə gətirir atır ki bu sözü? Görün neçə sözdür orada. Bəlkə əski gəlib düşür ora. Hə, bax, buradan əski düşür. Bir dəqiqə. Nose, hand. Hə, bax bura. Bunu gətirək bura. Düzəldi. Burada nə var? Qocam, bu nədir belə? Səhvlik verir. Deməli, wing sözü var mı orada? Bir saniyə. Eyelash var, tail var, leg var, hump, beak, stomach var. Ha, wing. Wing sözü yoxdur. Düz köprü və düz verək. Hə, bu səhv gəlir. Deyirəm, axı, nəsə səhvlik verir. Bunu da özüm lazım. Cədvəli tamamlayaq ki, burada əskiyimiz qalmasın.
Nose sözü gəlib, hand sözü gəlib, feather, arm, eyes, əla. Bir dənə burada wings sözünə görə dəyişiklik yaparacağım, bitdi. Bunu gətirib buradan səhvlik kimi verib, aşıqqa verir. Yaxşı, bir dənə də sizə mən cədvəl çəkim. Ya istəyirsiniz bunu 2 nöqtə ilə də yaza bilərik, cədvələ ihtiyac yoxdur. Buradan 2 nöqtə atım. Cədvəl atsam gərək cədvəllə bağlı biraz işlər görək. Elə ən başı salamatı budur. Bunun rənginə verək. Olsun yaşıl. Bunlar jönələrə geçsin. Okey. Body 7 mi bu? Haydi düzeldi. Burada 2 nöqtə qutardı. Başlayaq. Şriflə versəm necə? Düzeldi. Yaxşı, baxaq. Verilmiş sözlər bunlardır, düzdür. Eyelashes, tail, leg, hump, beak, stomach, nose, hand, feather, arm, eyes, wing. Çirpik sözü. İnsanda da var, heyvanda da var. Ona görə hər ikisinə verək, düzdür? Sonra tail. Tail nə deməkdir? Köməkliyin mənə. Araş, tail nə deməkdir? Quyruq. Quyruq hansına yazım? Heyvan. Bəli, burada olacaq heyvanlar. Sonra leg, ayaq. Xüsusilə but hissəsindən danışır. Hər ikisinə yaza bilərik. Yaza bilərik də yəqin ki. Sonra quzular. Bu da düzəldi. Hump. Bu güvən deməkdir. O da dəvənin güvənidir bu. Bunu sadəcə burada yazacağıq. Heyvanlardan. Sonra beak nə demək idi? Köməkliyin. Dimdikdir. Dimdikdir. Bunu da yenə heyvana yazaq. Sonra stomach. Stomach nə deməkdir? Köməkliyin. Stomach qarın mədə deməkdir. Hər ikisinə gedir. Təbii ki, insanda da var. Heyvanlarda da var. Növbəti sözümüz nose. Nose nə uşaqlar? Burun. Bəli. Burun insanda. O da ki ikisine de girdi. İkisində də var, bəli. Keçdiyimiz mətnlərdə hər ikisində var idi. Su ayvarında da keçmişdi özdə. Hand, el. Kimə yazaq? O da ikisinde de. El sözünü Pola Beya'da var idi, hand sözü yadımdan çıxıb. Rast gəldi orada. Pəncə var idi. Oxumuşduq da məncə mətn hansındasa var idi. O deyirdi ki, Sadəcə orada mənə Və bax, şübhəli hərfisini- gələn birisi hansıdır? Ola bilər ki, pəncə mənası ilə 4 ayaq elə götürür, əl götürməz. Bu biraz şübhəli gəldi. İndi qayıdıb baxaram. Sonra fəzə. Fəzələşdir. Təbii ki, sadəcə heyvanlar aləmində rast gəlirik. İnsanda nə işi var? Arm qoldu. O da insanda olur. Yazacaq sadəcə insan. Yox, hər ikisinə Əslində meymunlarda bəzi da var. canlılarda var idi. Haydi. Qoy hələlik yazım hər ikisinə. Hər ikisinə bir də gözlər hər ikisinə. Yəni qanad heyvanlara aid olur. Qanad. Onda hand de oldu. Olsun. Sadəcə Əslində bəzi də. mətnlərdə pəncə kimi vermir, pow sözünü yazmadı. Əl, ayaq belə getdi mətnlər. Ona görə mən biraz tərəddüd edirəm açığı. Copyright, burada da buna verib stavit vardı.
Bir daha baxın, görün nəsə düz gəlməyən varsa dəyişiklik eləyək. Deməli, eyelash, tail, leg, hump, beak, stomach, wing, nose, feather, eyes. Burada bir-iki dənə mətn var. Bir dənə onlara geri qayıdım. Məncə bu handlə armı biz sadəcə buraya yazsaq bəs eləyəcək. Bir dəqiqə görüm orada tekstlərdə necə gedib. Dən geri qayıdaq biz. O iki sözdən məsələn narahatam mən. Çünki tam pəncə sözünü də vermədi. Bax, məsələn, Kiwidə food sözündən istifadə eləyib. Gəl burada bunu istifadə eləmə. Bax, belə müəmmalı hissələr olur. Bir dəqiqə. Burada da four tones bu heç. Bax, məsələn, burada it's ear, nose, eyes, then head. Bax, məsələn, burada pose sözü falan yoxdur. Amma stomach sözü burada göstərilib. Orada da var, burada da var. Buna bağlı problem yoxdur. Terminlər dəyişirdi, adam biraz ona görə tərəddüd edirsən. Polabiyada vəziyyət nətərdir? Bax, burada legs sözündən istifadə edib var. Fit sözündən istifadə. Hə, burada əl-qol mənasını verməyib. Elə buradan şübhəli idim mən. Onda, deməli, bu hand sözü ilə arm sözünü sadəcə yazaq insan üçün. Bu sadəcə bizim oxuduğumuz mətnlərə aiddir, yoxsa bütövlükdə heyvanlar aləmi? Ümumiyyətlə, mətnlərə əsasən götürəcəkdik deyə, ona görə mən tərəddüd edirdim. Belə deyim də, komplektləşdiririk sanki. Ona görə mətnlərə mən geri qayıtdım ki, görəsən burada bəlkə nəsə gözümüzdən qaçıb. Məsələn, dəvə ilə bağlı burada problem yox idi, dəvə deyənim. Baxın. Məsələn, body sözü burada da istifadə edib. Hair sözündən istifadə edib. Başqa burada nə var? Məsələn, konkret ayaq sözü, foot var. Aşağıda bayaq mətndə var idi, gördüm. Eyes sözü var. Eyelash var. Yəni, istifadə eləmişik də bunlardan var. Sonra. Bax, məsələn, Kiwi mətnində də var idi, oxumuşluq ondan bağlı. Baxırsınız. Hani Kiwi'də. Bax, məsələn, feather sözünü 2 dəfə burada rast gəldi. Daha sonra. Eyes sözü var. Hair sözü burada da yine var. Sonra four toes, ayaq barmağıdır. Bu da var. Amma sırf hand, arm məsələsi yox idi orada. Ona görə mən geri qayıtdım. Yaxşı da qayıtmışıq. Yaxşı. Bu hissəndə okey işlədik. Bunu dünən işləmişdik bizə dəqiqə. Hə, delfin mətni. Tapşırıq birdən tanış gəlmədi, ona görə baxdım. Bu tapşırığı işlədik, bu icra olundu. Sonra keçdi bu hissəyə. Şifahi cavab vermək istəyirsiniz bunlara? Yoxsa yazaq? Yaxşı, bu bir dənə copy paste edeyim, yazaq. Bir dəqiqə. Maraqlı mətnlərdə sadəcə biraz vaxtı çox tələb edir. Son mətnlərdə sanki biraz mən nə seçdim? Bir saniyə. Baxaq uşağa.
Keçən dəfəki tapşırığın şərtindəndir yenə. Hansı sualın qarşısında ulduz varsa, həmin sualın cavabını biz artıq nə edəcəyik? Özümüz düşünüb tapacaq və yaxud da ki, öz dünya görüşümüzdən istifadə edəcəyik. Məsələn, 8-ci, 9-cu suallarda bu dəfə. Hə, deyir, delfinlər danışa bilir. Nə yazmışsınız ora? Mətnə baxaq. They can't talk with words, but they talk with sounds. Cavab budur, bax. Bunu verəcəm. Şrif nə balaca qalıb. Davam eləyək uşaqlar. İkinci sualda nə deyir? What's a school of dolphins? Nə idi burada? We call a group of fish. Bax, bu hissəni sırt cavab olaraq götürə bilərik. Sonra what do dolphins talk about? What do dolphins talk about? Nə haqqında danışır uşaqlar? Burada bir hissə vardı, yazıda gəlir. Deməli bunlar. Bax, burada var. They tell when they are happy. Bax, sırf bu cümləni götürə bilərsiniz. Xoşbəxt olanda, qəmgin olanda, qorxanda bu şəkildə məlumatlarımız var. When do they say welcome? Haçan deyirlər salamı, xoş gəlmisəni? Bayaq Aliyə tərcümə eləyəndə demişdi. Deməli, qrupdan kimsə kənarlaşır, yenidən qrupa qayıdanda Xoş gəldin deyirlər. Bu hissədəydi cavab. Do they make more sounds above water or underwater? Yadınızda nə qalıb? Daha çox səsi harda çıxardırdı bunlar? They make many more sounds underwater. Deməli, bu... Sudan xaricdə. Bəli, bəli. Kopировать, вставить. Sonra Can people hear dolphin sounds? Eşidə bilirdik biz onların səsini uşaqlar. Baxın, burada da yazır. Cannot hear the sounds are very very high. Çünki bizim səs eşitmə qabiliyyətimizdən xeyli yüksək səviyyədə onların çıxardığı səslər. Buna görə də bu şəkildə olacaq. How does a dolphin feel in aquarium? Necə hiss edirsiniz uşaqlar? Yalnız. Akvaryumda özlərini tənha hiss Yalnız və They are sad and lonely.
Dolphins don't like it. Cümləni buradan götürək də. Nə məsləhət görürsünüz? Bu hissədən biraz aydın cavab vermiş olarıq məncə. Bir saniyə. Hə, quzular. İndi özümüz cavab verəcəyik. Necə fikirləşirsiniz? Onlar yəni nəyə görə uğur gətirir? Yəni insanlar do dolphins bring good luck? Hə, insanlar deyə düşünürmü ki, onlar uğur gətirir? Bunu verək də. Many people believe this. Gəlin bu hissəni verək. Əksər insanlar buna inanır. Çünki insanların əsas ümumiyyətlə kainatda da inancını sındırmaq mümkün deyil. Səhv eləmirəmsə orada bir deyim də var. Deyir, inanmaq etməyin yarısıdır. Yəni hərəkətdən çox həmişə nəyəsə inanmaq, həmin o insanları yaşadan da məsəl həmin inanclardır. Dolphins are not fish. What's differences between dolphins and fish? Burada yaza bilərik də. Bax, burada hissə var idi. Dolphins are mammals, not fish. Because nə yazaq? Buna səbəb nə yaza bilərik? Nə düşünürsünüz? Dolphins are mammals and drink milk from the mother's body. Bayaq dediyim cümləni yazaq da. Məsələn, belə yazaq. Südlə bəslənirlər. Məsələn, yaza bilərik ki, dolphins born is born yazaq. Doğulur. Diri doğulurlar. Alive. Sonra they feed their babies with their milk. Süd ilə qidalandırırlar. Başqa nə yazaq? They feed their babies with their milk. Okay. Amma balıqlar yumurta qoyur da, düzdür? Bir saniyə. Yumurta qoymaqda deyək lay eggs. Biz də Azərbaycanda deyirik kürü tökmək. O kürü dediyimiz yumurtlama dövrüdür bunlarda. Müəyyən müddətlər var ki, biz balıq qəbul eləmirik yeməyə. Bax, həmin hissələrdə balıqların artıq kürü tökmə mərasimi olur. Həmin o məqamlarda artıq onlara yemək təhlükəlidir. Hətta elə arasında bir deyim də var. Hansı ayda r yoxdursa, həmin ayda balıq yemək olmaz. Belə düzələr. Sonra keçsək hara? Bunun cavablarını tapdıq, əla. Baxaq bura. Comprehension, multiple choice. Çox seçimli cavablar. Yəni çox variantlı. Dolphins talk with. Nə verək? Mikrofonlarınızı aça bilərsiniz. Niyə sakit qalmışsınız? Bir də nə götürmüsünüz? Words, their hands, music or sounds. Delfinlər nə ilə söhbət edirdi?
Səslərlə. Bəli, bəli, ona görə sounds, əla. 2-də dolphins talk when they danışırlar, haçan? A variantı. When they play, bəli, hətta oynayanda da bunlar danışır. They make more sounds. Orada bir cümlə oxumuşduq. Bəli, underwater, əla. Scientists study nələri öyrənirlər? Səslərini yazırlar, düzdür? Ona görə gəlin orada tape götürək də. Tapes. Sonra 5-də. Dolphins like to be in their school. Bəli, öz dəstələrində olmağı sevirlər. Akvaryumda olmaqdan xoşları gəlmir. 6-da nə demişsiniz bəs? C. Not true. Not true. Dolphins always bring good luck. Nə deyir? Doğru deyil. A variantı. A dolphin can save a person's life. Watch. People like to watch. Burada həmişə uğur gətirmir. Həmişə sözünə görə biraz. Mən bunu səhv götürərəm. Çünki insanların bir hissəsi inanır, bir hissəsi inanmır. Bilmirəm, rastlaşmısınız ya yox. Elə adamlar var ki, evində akvaryum saxlayır, balıq saxlayır akvaryumda. Həyatında qəribə negativ şeylər baş verir. İnanclar da bunlar təbii ki. Yəni delfinlərlə bağlı hamı eyni şeyi düşünməyə məcbur deyil ki. O düşər-düşməz məsələsi var da bizdə, inancımızda. Ona görə bayaq dedim ki, heç kimin inancına yəni qırmaq mümkün deyil. Əgər bir insan bir şeyə inanırsa, hətta başqa inanclarda da var. Məsələn, sırf balıqla deyil, akvaryumla deyil. Adicə evdə tutuquşu saxlamağa da mən rast gəlmişəm. Ümumiyyətlə evdə heyvan saxlamağa qarşı da kimlərin nəsə inancı var. Deyir bizə düşmür, ya evdə nəsə saxlayırıq, bizim üçün qəribə gəlir. Olur da. Bizdə nənəci. Yəni müxtəlif ailələrdə var elə inanclar. Ona görə deyirəm ki, insan inancını sındırmaq olmur. Yəni beynindəki nədirsə onu da çağırır. Circle the number of the main idea of the text. Bu dəfə görürsünüz 4 bənddən ibarətdir. Əvvəlkilər 3 idi, indi 4 dənəyə qaldırıb sayı. Deməli biraz çox fikirləşəcəyik. Dolphins use words to show how they feel and to give information. Bu haqda məlumat var idi. Amma sırf elə başdan ayağa bunun haqqında danışmadıq. Dolphins travel together and talk with sounds. Birlikdə gəzirlər, söhbət edirlər səslərlə. Səslər haqqında hətta alimlərin rəylərini də orada vermişdilər, nələr danışırlar. Bu biraz cümlələri toparlayır. Bunu hələ saxlayıram. Dolphins like in the sea and in an aquarium. Sırf elə akvaryumda və yaxud dənizdə yaşaması ilə bağlı başdan ayağa mətin getmədi axı. The dolphin is a mammal and scientists can tape it. Bu dənə cümləcədir burada da onu sırf mətnin özünə verə bilməyəcəm. Siz nə götürmüsünüz? Çocuklar nə fikirləşirsiniz burada? İkini mən də loqanayta gəlirəm. Çünki elə bir variant həmişə yazırıq ki, main idea olan hissədə tam mətni əhatə eləyə bilsin, yəni özündə ihtiva eləyə bilsin. Okey, bu bura qədər. Qoy çəkilişi bu hissəsini dayandıraq.